9-cu sinif toplusundan Qızılgül Qönçəsi mətninin suallarına baxırıq. Deməli, 231-ci suala baxırıq. Deyir ki, mətndəki əsas fikri ifadə edir. Adı deyir ki, elmin və təhsilin dəyərini bilən insanlar ətrafındakiləri necati çatdıra bilərlər. Elə bu variant olacaq. Bunu həm deməli, Əmir babaya, həm də ki, müəllimə də aid etmək olar. Ona görə variantını götürürük. 32-yə baxırıq. Deyir ki, mətndə üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənada işlənib. Bir də deyir, Qızılgül Qönçəsi kəsib mənə verdi. Burada həqiqi mənadadır kəsmək. 2-də deyir, təhsilin qiyməti, bu məcazi mənada işlənib. 2-ni götürdük. Həsrət çəkmək, bu da məcazi mənadadır. Ümidlərini qırmaq, bu da məcazi mənadadır. Deməli, Əmir baba hər dəfə gülü verib elə təşəkkür edirdi. Burada da vermək həqiqi mənadadır. 5-i atırıq. Daha sonrasında elə 2, 3, 4 olur. Cavabımız A variantı. 233-ə baxırıq. Deyir ki, məndə Roma rəqəmi ilə yazılmış ifadələrin şərh əsasına uyğunluğunu müəyyən edin. Deməli, bir də hansıdır? Müqabilində, qarşılığında olacaq, yəni əvəzində. Birə yazırıq B-ni. Daha sonra İkincisi, deməli, qayğı göstərməlidir, yəni qeydinə qalmaq. 2-yə yazırıq A-nı. Üçüncü söz, deməli, etimad göstərmək, yəni ki, deməli, inanmaq deməkdir. Elə bunlar gedəcək. Deməli, 1-ə B, 2-yə A, 3-ə D, D variantı olur cavabımız. Daha sonra 234-ə baxırıq. Mətndəki problem verib ki, uşaqların təhsildən yayındırılması. Problemin həlli isə bir də verilib ki, qız uşaqlarına məktəbə getməyin qadağan edilməməsi. Yəni, qadağan edilməməsi o zaten onların hüququdur. Yəni, bu problemin həlli olmur. Ona görə biri atırıq. 2-də deyir ki, Əmir babanın bağında qızılgül yetişdirməsi. Bunun heç, belə deyək də, bununla əlaqəsi yoxdur. 3-də deyir, Əmir babanın valideynlərin fikrindən daşındırmağa çalışması. Bəli, bu düzgündür. Yəni, valideynlərinə başa salmağa çalışır ki, bu uşaqları məktəbə göndərmək lazımdır. 4-də deyir ki, valideynlərin qadağaların aradan qaldırılması. Onlar zaten bunu eləməlidirlər də. Yəni, bunun həlli deyil bu. 5-də deyir ki, deməli, müəllimin şagirdlərin dərsdən yanmaması üçün cəhd etməsi. Bəli, bu da düzgündür. Yəni, Əmir baba ilə müəllimin daha çox burada problem həll edir. Ona görə cavabımız 3-5 A variantı olacaq. 35-ə baxırıq. Deyir ki, çərçivə daxilində verilmiş ifadənin qarşılığı hansında işlənib? Çərçivə daxilində verilmiş ifadə bəxş etməkdir. Burada da olacaq, deməli, A-da deyir, mən paltarı ona yaraşdırırdım. Yaraşdırmaq olmayacaq. Xoş arzularımızdan bəhs etdik. Buradakı bəxş etməklə eyni mənada, yəni eyni məna vermir. Beni də atırıq. Deyir, mənə verilən, bəxş edilən bu həyata görə həmişə şükür edirəm. Burada vermək həm də bəxş etmə mənasında işlənir. Ona görə cavabımız C variantı olur. 36-ya baxırıq. Deyir ki, mətnin giriş hissəsinə aid plan bəyaninə aid edilə bilər. Deməli, burada giriş hissəsinə. Deməli, burada götürəcəyik. Deməli, A variantda deyir ki, qız uşaqlarına münasibət. Bu, deməli, aid edilməz. Çünki əsas hissədə ondan var da ki, onlar məktəbə qoymurlar, onu deyir. Ona görə A-nı atırıq. Belə deyir, peşmanlıq hissi. Girişdə peşmanlıq hissindən danışmır, ona görə B-ni də atdıq. C-də də çətinliklərə qarşı dəyanət. Bəli, bu düzdür. Müəllimin, belə deyək də, ailəsinin uzaqda yaşaması, həsrət çəkməsi, yəni çətinliklərə qarşı dəyanət göstərir də, yəni dəyanət göstərir. Ona görə cavabımız C variantı olacaq. 37-yə baxırıq. Deyir ki, mətndə nöqtələrin yerinə hansı ifadəni artırmaq mümkündür? Nöqtələr buradadır. Deyir ki, bir qönçə hədiyyə etmək və ürək dolusu minnətdarlığını bildirmək daha düzgün olar. Y variantını yazmalılar. Daha sonra 38-də baxırıq. Deyir ki, müəllimin qarşısına çıxan çətinliklərdir. Öz evindən uzaqda yaşaması, bəli. Özü də qeyd edir bunun. 2-də deyir, tədris etdiyi fənnin çətin qavranması. Xeyr, uşaqlar ona maraq göstərirlər. 3-də deyir, valideynlərin öz oğlanlarının təhsilinə münasibəti. Bəli, bunu da götürürük. 4-də deyir, tənha qocaya yardım edə bilməməsi. Xeyr, bu, yəni, səhv olur. Ona görə cavabımız 1-3 olacaq. Yəni, A variantı. 39-a baxırıq. Deyir ki, Eyler-Venn diaqramını doldurun. Müəllimə aid xüsusiyyətləri nə yaza bilərik?
Yaza bilərik ki, məsələn, savadlıdır və yaxud da ki, təhsillidir, uşaqların ümidlərini qırmır, belə deyək, onlara təhsil verir, onlar üçün belə deyək, dəridən qabıqdan çıxır kimi fikirlər yazmaq olar. Əmir babaya yaza bilərik ki, təhsili yoxdur, daha sonra müəllimə minnətdarlığını bildirir. Müəllimə minnətdardır. Bu kimi fikirlər yazmaq olar. Ortağa da ki, hər ikisi uşaqları sevir, hər ikisi təhsilə dəyər verir, hər ikisi uşaqların təhsilə cəlb eləyir kimi fikirlər də yazmaq olar. 240-da da ki, deməli deyir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Faktda kənddəki valideynlərin hərəkətləri ilə ziddiyyət təşkil eləyir. Bu faktla ziddiyyət yaradan fikrin ifadə olunduğu cümləni seçin. Həmin cümlə deməli burada. Deyir ki, oğullu uşaqlı ailə başçılarının çoxu övladını məktəbdən yayındırır, hətta qız uşaqlarına müəyyən yaş həddindən sonra məktəbə getməyə belə qadağan edirdi. Bu cümləni gəlirik və deyir ki, əsaslandırın fikrinizi. Yəni burada da bir çox valideyn deməli uşaqlarını məktəbə getməkdən yayındırır və hətta qız uşaqlarına belə qadağan edirdilər. Bu kimi fikirləri yaza bilərik. Bu qədər, sağ olun.